Oksidlərin alınması. Oksidlərin alınmasının müxtəlif üsulları var. Bunlardan biri də metalların oksigenli reaksiyasıdır. Lityum oksigenli reaksiyaya daxil olur, lityum oksid əmələ gəlir. Sink oksigenli reaksiyaya daxil olur, sink oksid əmələ gəlir. Mis oksigenli reaksiyaya daxil olanda isə mis 2 oksid əmələ gəlir. Bəzi pasiv metallar var. Qızıl, gümüş və platin. Oksigenli reaksiyaya daxil olmurlar. Bəzi metallar var ki, aktiv metallardır. Onlar da oksigenli reaksiyaya daxil olanda oksid əmələ gəlmir. Natriumun oksigenli reaksiyasından natrium peroksid əmələ gəlir. Kaliumun oksigenli reaksiyasından isə superoksid əmələ gəlir. Bir də bunlarda oksidaşma dərəcəsi -2 olmur. Qeyri-metalların oksigenli reaksiyası. Kükürt oksigenli reaksiyaya daxil olur, kükürt dioksid əmələ gəlir. Karbon oksigenli reaksiyaya daxil olur, karbon monoksid əmələ gəlir. Əgər burada karbonun sayı az götürülsə, karbon dioksid ovasıdır. Azot oksigenli reaksiyaya daxil olur və azot monoksid əmələ gəlir. Halogenlər və təsirsiz qazlar. Halogenlər və təsirsiz qazlar oksigenli reaksiyaya girmirlər. Mürəkkəb maddələrin yanmasından. Bildiyimiz kimi üzvü maddələr yanarkən karbon qazı və su əmələ gəlir. Deməli, metanın yanmasından 2 oksid əmələ gələsidir. Karbon dioksid və su. Sink sulfidin yanmasından da 2 oksid əmələ gələsidir. Sink oksid və kükürt dioksid. Dəmir sulfid piritin yanmasından da yenə dəmirin oksidi, bir də kükürdün oksidi əmələ gələsidir. Yəni dəmir 3 oksid və kükürt dioksid əmələ gəlir. Mürəkkəb maddələrin, yəni əsasların parçalanmasından. Əsasları qızdırdığımız zaman parçalanır və oksid əmələ gəlir. Hidroksiddə və oksiddə metalın valenti eyni olur. Məsələn, dəmir 2 hidroksid parçalanan zaman dəmir 2 oksid və su əmələ gəlir. Dəmir 3 hidroksid parçalanan zaman dəmir 3 oksid və su əmələ gəlir. Gümüşün və civənin hidroksidləri isə qızdırmağa gərək qalmadan otaq temperaturunda parçalanırlar. Parçalanan zaman yenə oksid və su əmələ gəlir. Qələvi və qələvi torpaq metallarının əmələ gətirdiyi hidroksidlər isə ərimə temperaturuna qədər qızdırdığımız zaman parçalanmırlar, əriyirlər. Buna görə də bu hidroksidlərdən oksid əmələ gəlmir. Elementin aşağı oksidləşmə dərəcəsi göstərdiyi oksidlər oksigenlə reaksiyaya daxil olaraq, yəni oksidləşərək oksid əmələ gətirirlər. Məsələn, karbon monoksid oksigenlə reaksiyaya daxil olur və karbon dioksidi əmələ gətirir. Azot monoksid oksigenlə reaksiyaya daxil olaraq azot dioksidi əmələ gətirir. Kükürt dioksid oksigenlə reaksiyaya daxil olur və kükürt trioksid əmələ gəlir. Reaksiyalarda gördüyümüz kimi oksigenlərin sayı artır. Oksigenlərin sayı artması bu birləşmələrin oksidləşməsi anlamına gəlir.